Psixoloji sağlamlığımızın pozulmasının göstəriciləri təbii ki, panik atak deyil, depressiya deyil, ondan sonra anidən çöküb ağlamaq deyil. Bu bəzən 7-8 saat yatsaq belə səhər yuxudan oyananda yorğun hiss etməkdir. Dəri problemləri, saç tökülməsi, bağırsaq problemləri, əzələ ağrıları yaşamaqdır. Yaddaş problemləri, özünü izolyasiya etmək, tez-tez yaxın insanlarla mübahisə etmək kimi də özünü göstərir. Yaxşı, niyə belə olur? Nədir bunun səbəbi? Bu, ona görə baş verir ki, bizim illər boyu yaşadığımız o stresslər, gərginliklər, qorxular sadəcə bizim zehnimizdə qalmır. Onlar bizim bütün bədənimizə yayılır və sanki bədənimiz yaşadıqlarımıza bir cavab verir, reaksiya verir. Nümunələr üzərindən izah etməyə çalışacağam. Məsələn, davamlı güclü görünmək istəyən biri, durum artıq, mən yorulmuşam deməyənə qədər, o nə qədər yatsa belə səhər yuxudan yorğun oyanır. Hər zaman üzərində bir yorğunluq var, səbəbini bilmədiyi bir gərginlik var. Duyğularını ifadə etməyən, hər zaman içinə atan insanlardan biz mədə problemləri, bağırsaq problemləri görürük. Sanki bağırsaq düyünlənir. Davamlı əzəllərində bir gərginlik hiss edirlər. Zehnini hər zaman məşğul tutan insanlar, gələcək qorxusu yaşayan insanlar, nə edim, necə edim, görəsən necə olacaq, bu düşüncə ilə yaşayan, bunu hər zaman zehinlərində bununla məşğul olan insanlarda yaddaş problemləri görə bilərik, qərar verməkdə çətinlik çəkirlər. Bu insanlar bunu təbii ki, şuurlu bilərəkdən etmirlər. Yəni, bilmədən artıq özlərini izolyasiya edirlər, bilmədən o mübahisəyə girirlər. Çünki səbir azalır və bu da münasibətlərin, şəxslər arası münasibətlərin pozulmasına gətirib çıxardır. Bu zəiflik deyil. Biz bu insanlara zəif insan deyə bilmərik. Bu sadəcə bədənin dur demə şəklidir. Dur artıq, mən yorulmuşam, tək başına mübarizə apara bilmirəm artıq demə şəklidir. Və bu zaman həmin insanların köməyinə terapiya çatır. Terapiyaya müraciət etmək üçün yanğının çıxmağını gözləmək lazım deyil. Bu səssiz simptomlar ortaya çıxanda artıq insanın dayanıb həyatında nə baş verir anlaması üçün önəmli bir dəstəkdir. Yük azalır, balans yenidən bərpa olur və bunu davamlı